Bismillah. Adınızın sirri, ad insanın həyatına necə təsir edir? Ən doğru cavab, ad sadəcə bir söz deyil, insanın enerjisini, özünü necə hiss etdiyini və cəmiyyətin ona necə yanaşdığını müəyyən edən mühüm amillərdən biridir. Bu mövzu həm psixologiyada, həm də ezoterik yanaşmalarda ciddi şəkildə araşdırılıb. Birinci, psixoloji təsir. İnsan öz adını hər gün dəfələrlə eşidir. Bu da özünə inamın formalaşmasına təsir edir. İnsanın özünü necə qəbul etdiyini müəyyənləşdirir. Başqalarının ona münasibətini dolayı yolla dəyişir. Məsələn, güclü və aydın səslənən adlar, məsələn, qəti səslər olan adlar insanda liderlik hissini daha çox aktivləşdirə bilər. Enerji və vibrasiya, ezoterik baxış. Bəzi inanclara görə hər adın öz enerji tezliyi var. Bu yanaşmada adın hər hərfi müəyyən rəqəm və vibrasiya daşıyır. Bu vibrasiya insanın taleyinə, şansına və xarakterinə təsir edir. Numerologiyada adın hesablanması ilə insanın həyat yolu, uğur potensialı və hətta çətinlikləri analiz edilir. Sosial təsir, ad insanın həyatında ilk təəssüratı yaradır. Bəzi adlar daha ciddi və etibarlı qəbul olunur. Bəziləri isə daha yumuşaq və emosional təsir bağışlayır. Bu isə iş, münasibətlər və sosial çevrədə şansları dəyişə bilər. Dördüncü, özünü doğruldan təsir, ən vacib məqam. Ən doğru və elmi yanaşmaya görə insan zamanla adının mənasına uyğun davranmağa başlayır. Yəni, adın verdiyi imic davranışlara təsir edir. Davranış həyatı formalaşdırır. Nəticə, ad taleyi 100% müəyyən etmir, amma düşüncə tərzinə, özünə inanma, sosial uğuruna ciddi təsir göstərir. Ən güclü təsir isə budur. İnsan adını neçə dəfə qəbul edirsə, həyatını da o istiqamətdə qurur.